doğulandan dünya həyatında ləzzət al, ondan sonra canın çıxanda sən gedirsən əbədi ləzzət məclisinə. Göz açırsan, görsən şəhidlər oradadır, övliyalar, peyğəmbərlər, imamlar. Deyirlər ki, adamın ən ləzzətli anlarından biri can verən an olmalıdır. Ki, gözü açılır, görür ki, mənim dünyada çəkdiyim ləzzətdən qat-qat artığı məni qarşıda gözləyir. Mən şəhid analarına təsəllik demirəm, bunu bəşarət kimi hər məclisdə demək olar ki, bizlə şəhid məclislərinə gedənlər bilir, mən bunu demişəm, hədislərdə var ki, şəhidin arzusu var, dünyaya dönsün. Hamı təəccüblənir ki, şəhid neyinir dünyanı? Axı, möminlər dünyaya dönmür, istəmir. Şəhidin arzusu var, dünyaya dönsün, bir də kafirlərin arzusu var. Kafirlər arzulayır, bir də şəhidlər. Deyirlər, bunun nə uyğunluğu, kafir niyə arzulayır, şəhid niyə arzulayır? Kafir arzulayır ki, gəlsin, işlərini düzəltsin, əməllərini, getdi, gördü də həqiqəti. İltimas eləyir, xahiş eləyir ki, qaytar məni dünyaya, gedim düzəldim də, namaz nə deyirsən, onu eləyim, indi gördüm. Amma Allah maraqlıdır, deyir, qayıtsa yenə eləməyəcək. Bu da maraqlıdır məsələdir. Amma hər halda xahiş eləyir Allahdan ki, qaytar, mən düzəldim. Bəs şəhid niyə arzulayır? Hədis cavab verir. Deyir, şəhid Allaha qovuşan anda, ruh bədəndən çıxanda o qədər şiddətli ləzzət alır ki, o ləzzətin dadı damağında qalır. Deyir, ilahi, məni qaytar, təzdən şəhid elə. 100 dəfə bu proses davam eləsin. Dönmək istəyir şəhid olmaq üçün. Dönmək istəyir təzdən şəhid olmaq üçün. Çünki ləzzət dolu yaşayış və ləzzət dolu keçid və ləzzət dolu əbədiyyət. Budur insanın taleyi, insanın payına düşən budur. İnsan bunun üçün xəlq olunur.